Orta məktəbin 6-cı sinif Azərbaycan dili dərsliyində folklorumuz yenə təhrif olunur. Nağıl bilmərəm, bilsəm də söyləmərəm, şahdan gəlmiş nökərəm, dinmə qabırğalarını sökərəm mənzuməsi, dinmə dişlərini tökərəm kimi təqdim olunur ki, bu ifadə həm məcazi, həm də həqiqi mənada təhqiramizdir. Nağıl danışan etik qaydaları heç vaxt pozmaz. Bir də bu mənzuməni yazanlar biri var imiş, biri yox imiş, yalan gerçəkdən çox imiş, yalanı doldurdular çuvala, dayadılar divara, gerçəyi qoydular meydan başına mənzuməsini, yaxud badi giriftar, hamam içində, xəlbir saman içində, dəvə dəlləşlik eylər köhnə hamam içində. Hamamçının tası yox, baltaçının baltası yox, buradan bir atlı keçdi, onun da xaltası yox. Günlərin bir günündə Məmməd Nəsir tinində qarışqa şıllaq atdı, dəvənin budu batdı. Milçək mindik, çay keçdik, yabayla dovğa içdik. Şah Abbad cənnət məkan, tərəziyə vurdu təkan, iki qoz, bir girdəkan mənzuməsini bilirmi? Folklorun 3 əsas xüsusiyyəti var. Şifahilik, kollektivlik, variantlıq. Bütün bunlar folklorda etik qaydaları tənzimləyir və süyniliyə yol vermir. Dərgəzə, orağa, belə, kürəyə, əyri belə balta sapı saplanmadığı kimi folklor it qursağı, yağ götürməz məsələni hələ də yaşatmaqda davam edir.